Assalamu aleykum. Üçüncü kəsəlimiz 45 yaşında erkək kişi yelkə suyayında kommunitet sınıq olduğu üçün şu qərara gəldik ki, yelkə endoprotezi qoyumuz, shoulder protez. Şu protezdən kəsəl ertəcəsindən xuda axlasa aktivini qolun hərəkətinə başlaya bilər. Kommunitet sınıqlarda və yaşı xəttə kəsəllərdə biz osteosintez məhz endoprotez planlaşdıramız və şu operasiyanın ən yaxşı tamanı kəsəlin tezrək aktivləşməsidir. Şu operasiyada xuda axlasa doktorlar və anesteziyologumuz bizə yardımcı olacaq. Aldın şunak operasiyalar qiyin operasiya, mürəkkəb operasiya sayılardır. Lakin hazırki zamanda mürəkkəb operasiyamız kəsəl şu operasiya ilə xuda axlasa yaxşı olub gedir. Bu mərkəzdə ilk mərtəbə idi, yelkə endoprotezi qoyurduq. Xudaya şükür yaxşı alındı, komandamız sağ olsun. Xuda axlasa nəticəni sizlə, rezultatı sizlə bölüşəmiz.